Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavatı ve selamı üzerinize olsun. Allah ettiğiniz ibadetleri kabul eylesin. Gələn günlərinizi xeyrən bəddəl eləsin, işlərinizi avand eləsin. İlərədəki söhbətlərimdə sizə dedim ki, mənə bir nəfər belə bir söz yazıb. Güya Yasin surəsi qəbristanlıqda və yaxud evdə, hər hansı bir yerdə ölülər üçün oxumaq düzgün deyil. Yəni onlar öldü, daha qutardı. Yəqin ki, onun fikri belədir. Amma bizdə elə söhbət yoxdur. Yəni Quran ayələrinə görə, imamlarımızın buyurduqlarına görə. İndi bir qədər həmən bu adamın sözünə cavab olaraq bəzi sözlərimi burada deyirəm ki, yəni siz də eşidərsiniz. Hər halda düz və ya əyri olmağını bilərsiniz və nəticəni istəsöz şərhlərdə mənə bildirərsiniz. Bismillahirrahmanirrahim. Peyğəmbərimiz buyurub, mənim həyatda olmağımla və olmamağımda sizin üçün nemətdir. İstər yəni həyatda olun və ya dünyamı dəyişim. Sizin üçün eynidir. Hər ikisinin sizə faydası və xeyri vardır. Əshabələr soruşdular, ya Resulallah, bu necə ola bilər? Allahın Rəsulü buyurdu. Yəni siz öləndən sonra necə ola bilər ki, sizin bizə xeyriz olar? Allah Teala'nın Rəsulü buyurdu. Həyatda olmağımın sizin üçün faydası budur ki, Allah Teala Enfal surəsinin 33-cü ayəsində belə buyurur. Nə qədər ki sən onların arasındasan, Allah onlara əzab verməyəcək. Mən dünyanı dəyişdikdən sonra da sizə mənim xeyrim budur ki, hər gün sizin əməlləriniz mənə təqdim olunar. Əgər sizin əməlləriniz yaxşı olsa, Allah Teala'dan istəyərəm ki, sizin yaxşı əməllərinizi daha da çoxalsın. Yox, əgər sizin əməlləriniz pis olsa, Allah Teala'dan sizin üçün bağışlanmaq diləyərəm. Əshabələr soruşdular, ya Resulallah, sizin bədəniniz qəbirdə çürüdükdən sonra da bizə xeyri olacaq. Peyğəmbər salavatullah buyurdu. Qəbirdə bizim bədənimiz çürüməyəcək. Çünki Allah Teala bizim bədənimizin ətini çürütməyi toprağa haram etmişdir. Sonra Peyğəmbər Əhl-i Beytin hamısının və bəzi insanların bədəni çürüməməsini və həşəratların onların bədənləri yeməsini haram olmasını və Allahın bu işi görməyi həşəratlara haram buyurduğunu söyləmişdir. Yəni insanın bədəninin çürüyüb çürüməməsinin bu işə heç aidiyyatı olmasını da əgər biz deməsək, biz və alimlər bu bədənin əsas ruhdan ibarət olmasını söyləmişlər. Biz də bunu öz həyatımızda müşahidə edirik. Yəni ruh bədəndən ayrılandan sonra bu cəsəd dəyərsiz və lazımsız bir şeydir. İnsan öləndən sonra da ruh bədəndən çıxıb bərzəx aləminə gedir və orada məskunlaşır. Yəni əslində insan ölmür. Sadəcə bir məkandan digər bir məkana köçür. Elə bil bir şəxsin evi köhnəlib. O zaman insan məcburdur ki, o evi atıb başqa bir evə köçsün. İnsan da belədir. Ruh bu bədəndən başqa və daha təmiz və pak bədənə köçür.
Necə ki, insanın əvvəlki evi ilə sonraki evində nə qədər fərq olur. Mən hələ özüm uşaq yaşlarımda görmüşdüm. Evin sütunları bir yoğun ağaclardan, yəni dirək kimi durğuzardılar. Olardı. Divarlar çiğ kərpicdən, evin örtükləri lığdan. Amma indiki evlərə girəndə adamın ağzı açıq qalır. Ruh da belədir. Belə ətdən olan bədəndən çıxıb lətif, pak, qoxusuz bir bədənə daxil olur. Odur ki, ruh çırpınaraq bu ürəkdən, yəni bədəndən çıxıb öz məkanına getmək istəyir. Bu bədən nə qədər güclüdür, təzədir, ruh bu bədəndən çıxa bilmir. Bu bədənə gücü çatmır. Amma elə ki, bu bədən xəstələndi, ona güc gəlib və ya qocaldı və ya hansısa bir hadisədə güc gəlib bədəndən çıxır. Odur ki, alimlər deyir, bu ruhun öz iqlimi var, yəni öz məkanı, yeri var. Yəni əsas məkanı var, ora getməyə can atır. Amma insan elə ki, bərzəx aləmindən sonraki aləmə gedəndə, yəni qiyamətdə olan bədənə gedəndə, orada tamam başqa cür olacaq. Əgər dünyada bir adam kör, kar, çolaq və s. eybəcər olsa, amma onun əməlləri gözəl olsa, qiyamətdə belə insan bu dünyadakı kimi məşhur olmayacaq. O, orada 32-33 yaşında və tamam sağlam və yaraşıqlı, gözəl olacaq. Adam baxdıqca onun camalından doymayacaq. Amma bu dünyada elə adam ola bilər ki, pullu, imkanlı, gözəl surətdə olan bir insan olsun. Amma əgər əməlləri pis, günahkar olsa, onda elə adam qiyamətə gələndə elə eybəcər, iyrənc şəkillərdə olacaq ki, görəndə qusacaqsan, elə iyrənəcəksən, ona tərəf hətta baxa bilməyəcəksən. Allaha pənah. Söhbətimiz budur ki, yəni insan zahirən bu dünyada ölür. Əslində insan ölmür və bərzəx aləmində olurlar. Hətta onlar bizi görürlər və eşidirlər. Peyğəmbərimizin buyurduğuna görə onlar bizdən də yaxşı görürlər və yaxşı eşidirlər. Necə ki, Bədir döyüşündə müşriklərdən 70 nəfər qətlə yetirildi, yəni öldürüldü və onları bir çolaq və ya xəndək qazıb hamısını bir yerə tökdülər. Onların içində Qureyşin böyüklərindən Üməyyə İbni Xələf, Əbu Cəhil, Ütbə, Şəybə və Vəlid, As İbni Səid, Hənzələ İbni Əbu Süfyan və sair var idi. Sonra Peyğəmbər onların atıldığı çolaya gəlib dedi, Allahlarınızın, onlar özlərinə Allahı bütləri bilirdilər də, Allahlarınızın sizə vəd etdiyini öz haqqınızda haqq olaraq tapdınızmı? Mən Allahımın mənə vəd etdiyini haqq olaraq tapdım. Həqiqətən siz öz Peyğəmbərinizə qarşı çox pis cəmaat idiniz. Siz məni təqzib etdiniz, yəni yalancı hesab etdiniz. Amma başqaları məni təsdiqlədilər. Siz məni evimdən və vətənimdən qovdunuz, amma başqaları mənə pənah verdilər. Siz mənimlə müharibəyə qalxdınız, amma başqaları mənə kömək etdilər. İndi Peyğəmbər o müşriklərlə danışır, hansı ki ölüblər. Bu sözü eşidən sahabələr təəccüblə soruşdular. Ey Allahın Rəsulu, sən ölülərlə mi danışırsan? Allahın Rəsulu buyurdu. Onlar mənim sözlərimi eşidirlər. Yalnız cavab verməyə qüdrətləri yoxdur. Yəni, əgər bir sözü Peyğəmbər deyirsə, o sözdə oyan buyan yoxdur. Nəcm surəsinin 1-ci ayəsində, yəni Quran ayəsidir bu. Allah Teala and içərək buyurur. And olsun çıxmaqda və batmaqda olan ulduza və cin və şeytanlara, enən yandırıcı od parçasına və ya baş qaldıran bitkiyə
və ya Qur'anın vəhyi mərkəzinə nazil olan hissdə və ayələrinə. Sizin yoldaşınız, yəni burada nəzərdə Peyğəmbər sallallahu tutur. Sizin yoldaşınız və dostunuz, yəni Muhammed sallallahu aleyhi və səlləm nə əməldə səadət yolundan çıxıb və nə də əqidəsində haqdan azıb. Və ma yəntiqu ənil hava, o Qur'anın və ilahi tapşırıqların çatdırılmasında əsla nəfsi istəkləri ilə danışmır. Yəni öz ürəyi istədiyi sözü demir. İn huve illa vəhyün yuha, dedikləri yalnız yuxarı aləmdən ona ilham olunan vəhyidir. Yəni hədis də desə, hansı bir söz də desə, nə deyirsə hamısı, yəni Allah Teala'nın vəhyinə əsasən danışır. Vəhyidir. Onu ona, yəni Peyğəmbərə qüvvəsi möhkəm və güclü olan əmanətdar Cəbrail əleyhissalam öyrətmişdir. Cəbrailə kim deyirdi? Allah Teala. Yəni əgər bir sözü Peyğəmbər deyirsə, deməli Peyğəmbərin buyurduqları sırf Allahın kəlmələridir. Möminin surəsinin 100-cü ayəsində deyilir. Ləğəlləqə əmalus salihən fîmə tərəqtu kəlla innaha kəlimatun huvə qailuha və min vəraihim bərzəxun illa yavmi yub'əsun. Yəni, bəlkə tərk etdiyim yaxşı əməlləri edəm. Xeyr, onun bu dedikləri ancaq dildə deyilmiş bir sözdür. İndi bunu izah eləyəcəm. Onların arxasında diriləcəkləri günə qədər, yəni qiyamətə kimi bərzəx vardır. Təfsir alimləri bu ayəni belə təfsir ediblər. Onlar öz yanlış həyatlarını sürərlər. Yəni bərzəx sözü, yəni hətta Qur'an-ı Kərimin, yəni Möminin surəsinin 100-cü ayəsində də görürsünüz ki, gəlib, adı çəkilib. Onlar öz yanlış həyatlarını sürərlər. Nəhayət onlardan birinə ölüm gəldiyi zaman bu həyatdan əllərini üzüldüyünü və digər dünyaya köçmək ərəfəsində olduğunu gördükdə, yəni o günahkarlar ki, gördülər dünyamızı dəyişirik və o qəflət pərdəsi onların gözlərindən götürüldü. Qəflət və qürur pərdəsi gözləri önündən çəkilər. Öz acınacaqlı aqibətləri gözləri önünə gələr. Yəni öz yerlərini bilərlər ki, biz hara düşəcəyik. Əldən çıxan ömür və sərmayələri və keçmişdə etdikləri səhlənkarlıqları, işlədikləri günahları və onların acı nəticəsini müşahidə edərlər. Bu vaxt fəryad qopararaq deyərlər, ey Rəbbim, məni geri qaytar, məni geri qaytar. Bəlkə tərk etdiyim yaxşı əməlləri edəm, amma Allah Teala'nın yaranış qanunu heç kimə nə yaxşı və nə də pis əməl sahibinə belə bir qayıdış icazəsi vermədiyi üçün ona belə cavab verirlər. Kəlla, yəni xeyr, daha gecdir. Ayənin sonunda deyilir. Allah Teala sirli bərzəx aləminə çox qısa və dolğun işarə edərək deyir. Onun bu dedikləri ancaq dildə deyilmiş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər, yəni bərzəx vardır. Bərzəx bu aləmlə qiyamətdə olan aləmin, yəni iki aləmin arasında olan bir aləmdir. Bərzəx sözünün mənası divar deməkdir. Elə bil ki, iki dənə otağı bir-birindən ayıran divar. Bərzəx aləmini ana bətnində olan aləm ilə indiki yaşadığımız bu aləmə bənzədiblər. Ana bətni ilə bu aləmin nə qədər fərqi varsa, bilirsiniz də ana bətni darısqal olur, çirkin olur. Bu aləmlə də bərzəx aləminin fərqi minlərlə dəfə daha çoxdur. Yəni bərzəx aləmi bu aləmdən qat-qat üstün və böyük bir aləmdir. Odur ki, Peyğəmbərimiz buyurur, insan bu dünyada yatıb, öləndən sonra ayılacaq. Bəzi xəbərlərdə deyilir, insan bu aləmdə Qur'anın 28 hərfi var da, 28 hərfinin biri qədərində elmə malikdir. Hələ bu dünyada olan elmlər, elə bil ki, 28 Allah elmlərində deməli 28 hərfdir. 28 hərfin
biri qədər olan elmi bu dünyaya Allah Teala verib. Amma bərzəxdə insan 28 hərif qədərin hamısı qədər elmli olacaq. Yəni onun gözləri açılacaq. Yəni sanki burada yatıb orada açılacaq, oyanacaq. Odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, insan burada yatıb orada ayılacaq. Sonda bir məsələni də diqqətinizə çatdırım. İnsanın bərzəx aləmində diri olması və bərzəx aləminin Quranda olmasının dəlil və sübutları, Qur'an-ı Kərimin sözləri ilə bizim sözlərimizin fərqi, Qur'anın insanların dərdlərinə şəfa olması, Allah Teala'nın sözləri ilə biz insanların sözlərinin bir-birlərindən fərqləri, şəhidlərin ölməməsi və ya insanların cümləsinin ölməyib, yaxşıların, yəni savabı çox olanların və ya günahkarların bərzəx aləmində harda məskunlaşmaları kimi mövzulara qulaq asmaq istəyənlər mənim 267, 268, 280, 281, 311, 312, 313, 314, 315, 376-cı söhbətlərimi dinləsəniz, ətraflı bu barədə məlumat toplaya bilərsiniz. Ruhul Bəyan təfsirində 4 səhih hədis kitabından Əbu Hüreyrədən deyilən 1044 və 1066-cı hədislərdə deyilir. Əbu Bəkir və İbn Abbasdan nəql olunub ki, bir gün Peyğəmbər Əkrəm buyurdu, qəbristanlığa girib Yasin surəsini oxuyun. Hər kim belə edərsə mütləq o gün üçün o qəbirdəkilər yüngülləşmiş və rahatlaşmış olarlar. Oxuyana da oradakıların sayı qədər savab verirlər. İmam Əli Əmir-əl-Möminin əleyhissalam buyurmuşdur. Öz ölülərinizi ziyarət edin ki, siz onları ziyarət edəndə sevinirlər və öz ata-analarınızın qəbrinin yanında hacətlərinizi istəyin. Bizim ağalarımız da Əhl-i Beyt və 14 məsumdur. Onların dedikləri biz üçün qanundur. İndi kimsə şiəliyi qəbul etmirsə və bu deyilənlərə inanmırsa, inanmasın. Amma bizim də işimizə qarışmasınlar. Necə ki, biz kiminsə işinə qarışmırıq. Allah Peyğəmbərə demirdi ki, bu insanları qır, öldür. Deyirdi, sənin vəzifən bunlara tamam höccət etməkdir. Yəni, olanları deməkdir. Kim qəbul eləyər, yenə özü bilər, qəbul etməz, özü bilər. O da Allah Teala'nın ona çatdırdığını bu insanlara deyirdi. Amma o ki müharibə edirdi, müharibəni onlar edirdi, yəni qarşı tərəf edirdi. Peyğəmbəri öldürməyə çalışırlar. Peyğəmbər də belə olan halda məcbur qalıb onlarla döyüşürdü. Öz canın gərək qorusun da əshabələrin. Mənim həddindən artıq bundan artıq yəni vaxtım yoxdur. Bununla da sözlərimi tamamlayıram. Elə hesab edirəm ki, anlayana dediyim bu qədər sözlər kifayət edər. İndi isə sizi Allaha tapşırıb sizdən ayrılıram. Allaha əmanət olun. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi təyyibinə tahirinəl mə'asumin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.